Salam əzizləyicilər. Bu videoda yeni abituriyent kurslarının keçirdiyi ümumi sınaq imtahanı 4 aid sualların izahını verəcəm. Başdan xatırladım ki, bu kursun sınaqları həqiqətən fərqli olur, qəbula uyğun olur. Ona görə də qəbul öncəsi bunları yazmağınız sizin üçün çox faydalı olacaq. İkinci şans imtahanında da hər birinizə uğurlar arzu edirəm. Çalışın ki, daha diqqətli yanaşasınız mövzulara ki, nəticənizi yaxşılaşdıra biləsiniz. Həmçinin bu günlərdə sertifikasiya imtahanı oldu. İmtahanı verən, yaxşı nəticə göstərənlərin hər birini təbrik edirəm. Nəticəsi ürəyincə olmayanlara da uğurlar arzu edirəm növbəti ildə. Keçək ilk sualdan. Verilmiş kütlə ideal qazın bir halından iki halına keçir, hansı mülahizələr doğrudur? Deməli, prosesin adına baxsaq, buradakına baxıram təzyiq sabitdir. Deməli, izobardır. İzobar genişlənmə ya da ki qızma. İzobar qızma olduğuna görə, yəni burada həcm artımda temperatur artır. Çünki biz bilirik ki, izobar prosesdə temperaturla həcm düz mütənasibdir. Temperatur artırsa kinetik enerji azalır deyir. Bu yanlışdır. Çünki kinetik enerjinin düsturu 2-də 3 kTdir. Temperatur artanda kinetik enerji artar. Ona görə cavab C variantıdır. Məsələn, daxili enerji azalır deyir. Bu da yanlışdır. Çünki daxili enerjinin düsturu da 2-də 3 M bölünsün M RT'dir. Bu da temperaturdan asılıdır. Kinetik enerji dəyişmir, yanlışdır. Temperatur dəyişmir, bu da yanlışdır. 32. Harmonik rəqs edən yaylı və riyazi rəqqaslar verilmişdir. Rəqqasların rəqs periodları bərabər olarsa yayın sərtliyini hesablayın. Period düsturlarını yazacağın yaylı və riyazi rəqqas üçün deməli 2pi kök altda m bölünsün k bərabərdir. 2pi kök altda l bölünsün j. Deməli, hər tərəfdən 2 pi'ləri ixtisar elədik, kökləri apardıq, kvarta yüksəltdik. Yəni, alırıq ki, mj bərabərdir k elə. Bu ifadədən k-nı tapsam, k bərabərdir mj. M dediyim yaydan asılan yükdən gedir söhbət. Yəni, 0,2. 0,2 vurulsun 10 bölünsün l də 0,4'dür. 0,2'ni 10'a vuranda 2, 2'ni də 0,4'e böləndə cavab olur 5. B variantı. Burada riyazi rəqqasdan asılan yükün heç bir önəmi yoxdur. Çünki yaylı rəqqasın periyod düsturu belədir. 2pi kök altda m böl k, burada kütlə var. Riyazi rəqqasda isə 2pi kök altda l böl j'dir. Burada kütlə yoxdur. 33. Deformasiya zamanı yaranan elastiklik qüvvəsinin, yəni F-in deməli qüvvəsinin məftilin en kəsin sayəsində olan nisbəti F bölünsün S. F bölünsün S bizə sigmanı verir. Sigma nədir? Mexaniki gərginlik. 34. Şəkildə sarğasında yaranan cəryan şiddətinin zamanla asılı qrafiki verilmişdir. Sarğasındakı cəryan şiddətinin zamanla asılığı verilmişdir. İnduksiyası 2,4 olan sarğasında yaranan induksiya həqiqini hesablayın. Öz-özünə induksiyanın düsturunu yazanda mənfi L vurulsun, delta I böl delta T'dir. Burada azalma olduğuna görə müsbət olacaq. Yəni mənfi mənfini aparır. L'in yerinə 2,4, delta i'nin yerinə 10, 10 bölünsün 2. Yəni mənfi 10 olduğuna görə bu çünki 0,10'dur. Burada 3,4'ü 10'a vuranda verir 24, 24'ü 2'ye bölürük 12 milli Weber. Bu milli niyedir? Çünki cəryan şiddəti də milli ilə verilir. 35. Eyni cisim, bu da çox önəmli və maraqlı suallardandır. Müxtəlif mayələrin salındıqda iplərdə yaranan gərilmə qüvvəsi üçün T1 kiçikdir, T2 kiçikdir, T3 yazılıb. Bu 1 kiçikdir, 2, o da kiçikdir, T3. Maylərdə cisimə təsirin arximet qüvvələri arasında hansı münasibət doğrudur? Deməli, bu halda cisim yuxarıdan asılıbsa, cisimə təsir edən qüvvələrə baxıram. Aşağıya doğru ağırlıq, yuxarıya doğru arximet. Və belə suallarda gərilməni bu düsturdan tapıram. mj çıxılsın F arximet. Yəni, arximet artanda gərilmə azalır. Əgər T1 kiçikdir T2-dən, o da kiçikdir T3-dürsə, deməli, birincinin arximeti daha böyükdür. F arximet 1 böyükdür 2-dən, o da böyükdür 3-dən. Çünki bu ifadədən görürəm ki, buradakı ifadəyə görə arximet artanda gərilmə azalır. Və yaxud burada eyni cisim dediyinə görə biz kütlələri bərabər götürdük. Məsələn, mayələrin sıxlığı müqayisə ilə desəydi, eyni cisimdir və arximet qüvvəsinin düsturu Romayev cisim J'dir. Onda birinci mayenin sıxlığı daha çoxdur. Yəni, Romaye 1 böyükdür Romaye 2-dən, o da böyükdür Romaye 3-dən. Çünki mayenin sıxlığı artdıqca arximet artır, arximet artdıqca gərilmə azalır. 36. Bir cisim maqnit sayəsində çevrə üzərində edən yüklü zərrəciyin kinetik enerjini artırdıqda onun periodu və radiusu necə dəyişər? Birinci periodun düsturunu yazıram. T bərabərdir 2pi m böl küp b'dir. Tezliyin düsturunu yazanda n də bərabərdir kübə bölünsün 2pi m'dir. Burada dörtmə tezliyi dəyişməz.
Bu artar azalar hissələrin artdı. Ümumiyyətcə tezlik periyod bu qəbula düşmüşdü. Sürətdən, impulsdan, kinetikdən asılı deyil. Radiusun düsturuna gəldikdə isə R bərabərdir. Kök altda 2 y kinetik vuraq M bölünsün QB-dir. Yəni kinetik artanda sürət artır, sürət artırsa radius artır. Lap radiusun bu düsturunda işlədə bilərik. MV bölünsün QB. Ona görə radius artar, amma deməli tezlik dəyişməz. Eyni ilə period da dəyişməz. 37. Kiloqram böl saniyə kubu hansı fiziki cəmiyyətin vahidinə uyğundur? Bu şüalanmanın intensivliyidir. Çünki J-nin düsturunu yazanda J bərabər W bölünsün S vur T-dir ya da P bölünsün S-dir. P-nin yerinə watt, watt bölünsün kvadrat metr yazıram. Wattın açılışını yazanda kiloqram vur metrin kvadratı böl saniyə kubu vurulsun metr kvadrat. Metr kvadratları gedir, qalır kiloqram böl saniyə kubu. Şualanmanın intensivliyi. Şualanmanın gücü deyil, gücün vahidi wattdır. Şualanmanın enerji sıxlığı deyil. Enerji sıxlığı da deməli bu da joule bölünsün. Bircə saniyə. Şualanmanın intensivliyi enerji. Şualanmanın intensivliyi vahid hissətdən vahid zamanda şualanan enerjidir. Amma enerji sıxlığı isə omeqadır. Yəni W bölək V-dir. Elektrik hissəsinin intensivliyi ümumiyyətcə deyil. Bu Newton bölünsün kulon ya da volt bölü metrdir. Qravitasiya hissəsinin intensivliyi də deyil. Bu Newton bölünsün kiloqramdır. 38. Cismin təcilinin ona təsirin əvəzləyici qüvvədən asılı qrafik verilmişdir. Cismin sıxlığı 800 olarsa onun həcmini hesablayın. Buradan öncə kütləni tapırıq. M bərabərdir. F bölünsün A ilə. İstənilən bir yerdən, məsələn 80 bölünsün 20 kütlə oldu 4 kiloqram. 40 ona da bölə bilərik. Sonra V-ni tapanda V bərabərdir. M bölünsün rho'dur. Deməli burada M-in yerinə 4, rho-nun yerinə 800 yazıram. 4'ü 800'e böləndə bu verir 1000'də 5. Deməli 1000'də 5 metrin kubu, o da 5 desimetrin kubudur. A bəndi. 39. Bir-birlə paralel qoyulmuş iki turmalin kristalının simmetri oxlar arasındakı bucaq 20 dərəcədir. Bu bucağı necə dəyişmək lazımdır ki, işığın intensivliyi maksimum olsun? Ümumiyyətcə bu işığın deməli polyarlaşmasıdır. Mən buna aid bir təcrübə də paylaşmışam kanalda. Hətta 2 dənə elə video var, short video kimi. Burada məsələ nədir? İki turmalin kristalı bir-birinə tam paralel olanda, yəni aralarındakı bucaq alfa bərabərdir 0 dərəcə olanda keçən işıq maksimum olur. İntensivlik maksimum olur. Burada da 20 dərəcədir. Deməli maksimum olmaq üçün 20 dərəcə artırmaq lazımdır. Yəni sıfıra çatdırmaq lazımdır. Həmçinin xatırladım ki, polyarlaşma işığın eninə elektromagnet dalğası olduğunu sübut edən əsas hadisədir. 40. Yaya bağlanmış cisim harmonik rəqs edir. Cismin koordinatın zamanı asılı qraf verilmişdir. Hansı hissədə yayın potensial enerjisi artar? Biz rəqs hərəkətdə kəmiyyətləri iki qrupa bölürük. X, A, F, Y potensial. Bunlar bir qrupdadır və sürət, impuls, Y kinetik digər qrupdadır. Potensial enerjinin artması dediyinə görə potensialın artması üçün X-in artmağı lazımdır. X-in artdığı hissə yalnız bu hissədir. Çünki bir hissəsində X azalır, 3 hissəsində X azalır. X-in artdığı hissə yalnız 2-dir. Həmin hissədə potensial enerji artır, kinetik enerji isə azalır. Kinetikin artdığı hissələr desəydi 1 və 3 hissəsi deyərdik. Yəni yeyinləşdiyi hissələr. 41. Metal naqili qızdırdıqda onun müqaməti 80% dəyişdi. Naqildən keçən cəryan şiddəti necə dəyişər? Metal naqilin müqaməti temperatur artanda artır. R bərabərdir. R0 vuraq 1 plus alfa T. 80% artırsa bu olur 1,8 R0. Cəryan şiddətinin düsturu isə I bərabərdir. U bölünsün R'dir. O da U bölünsün. Deməli 1,8 R0 yazıram. Çünki başlanğıcda U bölünsün R0 götürürəm. Deməli 1,8 dəfə azalır. Cəryan şiddəti 1,8 dəfə azalır. Çünki müqamət 1,8 dəfə artıb. 42. Kök altda 2H çıxılsın H minimal bölünsün M ifadəsi hansı fizik cəmiyyət təyin edilir? Deməli, fotoeffekt üçün Einstein tənliyindən alırıq ki, MV kvadratı bölü 2, yəni Y kinetik bərabərdir. H nü, yəni E foton çıxılsın H minimal. Bu ifadədən V-ni tapanda V bərabərdir. Kök altda 2 vurulsun. H-nü çıxılsın H-nü minimal. Burada bəzən H-ı mötərizə xaricində çıxarırlar. Bölünsün M. Yəni fotoelektronların maksimal sürətidir. Fotoeffekt üçün Einstein tənliyini bir də yazıram burada. E foton bərabərdir. A çıxış üstəgəl Y kinetik. Burada A çıxışın yerinə H-nü minimal
F fotonun yerinə isə H-ını qoyulub. 43. Başlanğıc koordinatları eyni olan iki cismin sürətin proyeksiya zamanlasılıq qrafiki təsvir edilmişdir. Hansı zaman intervalında cisimlər bir-birindən uzaqlaşar? Ümumiyyətcə burada kəsişmə nöqtəsinə qədər aralarındakı məsafə artır. Ona görə də 0-T4 intervalında aralarındakı məsafə artır. T4-də aralarındakı məsafə maksimum olur. Qəbula bu düşmüşdü birinci qəbula. T4, T5-də isə bir-birinə yaxınlaşır. Yəni, hansı arada bir-birinə yaxınlaşır desəydik, T4, T5 götürərdik. Amma bir-birindən uzaqlaşır dediyinə görə kəsişənə qədər aralarındakı məsafə artır. Yəni, kəsişənə qədər bir-birindən uzaqlaşırlar. 44. M1 və M2 kütləli cisimlərə təsir edən cazibə qüvvəsi F1, M1, M2. M1 və M3 kütləli cisimlərə təsir edən cazibə qüvvəsi F2 olarsa, bunların nisbətini tapın. Deməli, burada M1 ilə M2 arasındakı məsafəyə baxıram. Bunlar arasındakı məsafə 2 damadır və kütlələr üçündə də bərabərdir. M1 ilə M3 arasındakı məsafə isə 1, 2, 3, 4 damadır. Deməli, F1, 2 bu bərabərdir, F1'dir. O da bərabərdir. J vurulsun M kvadratı, çünki kütlələr eynidir. Bölünsün 2'nin kvadratı 4. F 1, 3 bu da bərabərdir. J vurulsun M kvadratı bölünsün 4'ün kvadratı 16. Və burada kəsirin sürəti eynidir. Yəni, yalnız məxrəclərə görə baxdığımıza görə F1 bölü F2'ni yazıram 16 bölünsün 4, cavab da olur 4. Yəni birincinin F1 buradadır, F2 buradadır. Birincinin məsafəsi 2 dəfə az olduğuna görə qüvvəsi 4 dəfə çoxdur. Çünki ümumdünya cazibə qanunu düsturunu yazsaq F bərabərdir. J vurulsun. M1 vuraq, M2 bölək, R kvadratıdır. Kütlələr hasilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. 45. Qazlarda Paskal qanunu doğruluğu hansı cihaz vasitəsilə yoxlanılır? Paskal qanunu maya və qazlarda təzyiqin hər yerdə bərabər paylanmasını göstərir. Ona görə təzyiq ölçən cihazla, yəni manometrlə yoxlayırıq. Burada aerometr sıxlıq ölçən cihazdır. Mayələrin sıxlığını ölçür. Termometr temperatur ölçür. Higrometr rütubəti, psixrometr də rütubəti. 46. Kvadratın mərkəzində elektrik səsinin intensivlik vektoru hansı istiqamətdə yönələr? Elektrik səsinin intensivliyi müsbətdən çıxır, mənfiyə daxil olur. Buna 1 deyirəm, E1 bu tərəfədir. Buna 2 deyirəm. 2 müsbətdir. Müsbətdən çıxan istiqamət çəkməliyik. Ona görə ikinci bu istiqamətdədir. Bu 3 olsa 3 bu tərəfədir. Bu 4 olsa 4 də bu tərəfədir. Deməli 3 ilə 4 bir-birin neytrallaşdırır. Qalır 1 ilə 2. 1 ilə 2 eyni istiqamətdə olduğuna görə yekun olur 2 istiqamətdə. İntensivlikdə belə bir şey var. Müsbətdən çıxır, mənfiyə daxil olur. Yekun intensivlik tapanda eyni istiqamətdə olanlar toplanır. Əks olanlar çıxılır. 90 dərəcə olsa kök altda kvadratlar zəminən tapırıq. 47. Koordinatın zamanlasılıq qrafikinə əsasən harmonik rəqsdən cismin sürətinin amplitud qiymətini hesablayın. Deməli, burada x maxa baxıram, 0-onda 4-dür, period isə 4 saniyədir. Period 4-dürsə, öncə omeqanı tapıram, omega bərabərdir 2pi böl t, 2pi 6, 6 böl 4, 1,5. Sonra Vmax-ı tapsaq, Vmax bərabərdir x max vurulsun omeqadır, x max 0,4, omega da 1,5. 0,4'ü 1,5'e vuranda cavab olur 0,6. Məsələn, A-max istəsəydi, x-max vuraq, omega kvadratı ilə yazardıq. 48. Bu dərsdə toplumun sualıdır. İki otaqda yerləşən psixrometrlərin, termometrlərin göstərişləri təsvir edilmişdir. Eyni Venn diaqramında uyğun bədləri müəyyən edin. Deməli, quru termometr otağın temperaturunu ölçür. İki otaqda da otağın temperaturu eynidir, çünki 20-dir. Amma fərqə baxsaq, birinci otaqda fərq 5-dir, ikinci otaqda fərq 3-dür. Su buxarının kütləsi daha böyükdür. Fərq az olan yerdə daha böyükdür. Çünki orada rütubət çoxdur. Finin belə bir düsturu var. Fi bərabərdir. Rho bölək rho 0 vurulsun 100. Rho'nun yerinə m bölü v qoyanda m bölünsün v rho 0 vurulsun 100'dür. Yəni rütubət böyük olan yerdə kütlə daha böyükdür. Rütubət də birinci otaqda daha böyükdür. Çünki birinci otaq deməli fərqi 3'dür. Ona görə bu getdi bura. Sonra su buxarının kütləsi daha kiçikdir. İkinci bura aiddir. Burada biraz qarışdırıcı bir şey var. 1-2 Euler-Venn diaqramında da 1-2 kimi verilibmi? Mən cavabı uyğunlaşdırım, sonra axırda ona baxaram. Otaqdakı su buxarı doymayan buxardır. 3 hər ikisinə aiddir. 3 3-ə aid olacaq. Ona görə bunu buradan atıram.
Otaqda mütləq rütubət daha böyükdür. Mütləq rütubət daha böyükdür. Yenə bu birin yanında olacaq. 4, 1 ilə 4 bir yerdə olmalıdır. Nisbi rütubət daha kiçikdir. 5 də buradadır. Deməli 2 ilə 5 bir yerdədir. 1 ilə 4 bir yerdədir və 3 də ortadadır. Burada cavabı A variantı kimi götürəcəm. Çünki birinci otağı belə düşündüm. İkinci otağı da belə. Baxmayaraq ki, yerlərini dəyişik yazmışam. Bir də saniyə. Buradakı nömrələri 1, 2-ni elə otaq nömrələri kimi götürüb o formada həll edeyim. Çünki bu baş qarşılığına gətirib çıxaracaq. Yəni ikinci otaq buradadır, birinci otaq buradadır. Burada ikinci otaqda fərq 5-dir, birinci otaqda fərq 3-dür. Ona görə su buxarının kütləsi daha böyükdür, birinci otağa aiddir. Rütubət daha böyükdür, 4 də bura aiddir. 2, 5 buradadır, 3 də hər ikisinə aiddir. 1, 4, 2, 5, 3. A variantı. 49. Sabit temperaturda söhbət izotermik prosesdən gedir. T bərabərdir konstantdır. Verilmiş də ideal qazın həcmini 300 kub santimetr azaltdıqda təzyiq 2 dəfə artdı. Qazın həcminin başlanğıc qiymətini hesablayın. Təzyiq 2 dəfə artdısa, deməli həcm 2 dəfə azalıb. Yəni yaza bilərik ki, P2 bölünsün P1 bərabərdir V1 bölünsün V2. V1-in yerinə olduğu kimi saxlayıram. V2-nin yerinə yazıram V1 çıxılsın 300, çünki deyir 300 azalıb, cavab olur 2. Son ifadədə çarpaz vurub həll eləyəndə alıram ki, V1 bərabərdir 2V1 çıxılsın 600. Buradan da V1 bərabərdir 600-ə. Başlanğıc 600 olub, 600-dən 300 çıxanda 300 qalır, 2 dəfə azalmış olur. 50. 2W bölə I kvadrat hansı fizik cəmiyyəti təyin olunur? Deməli, maqnit sayısının enerji düsturunu yazanda W bərabərdir L I kvadratı bölü 2-dir. Buradan L-i tapanda L bərabərdir 2W bölə I kvadratıdır. Yəni induktivlik. Və xatırladım ki, induktivin vahidi Henry'dir. 51. Sürtünmə əmsalı 0,5 olan üfüqi səth üzərində kütləsi 4 kiloqram arabacığa 30 Newton dartı qüvvəsi təsir edir, hərəkət edir. Cisim hansı qrafik arabacığın təcilinin zamandan asılılığını ifadə edir? Bu da çaşdırıcı suallardan biridir. Burada sürtünmə qüvvəsini bu tərəfə tapıram və sürtünmə müəyyimcə düsturuna görə 0,5 vurulsun 4 vuraq 10, bu da verir 20 Newton. Dartı qüvvəsi isə 30-dur. Biz əgər burada AX-i tapası olsaq, AX bərabərdir. Deməli, F sürtünmə çıxılsın F bölünsün M-dir. Niyə sürtünmədən F-i çıxıram? Çünki sürtünmə X oxu istiqamətindədir. Yəni təcil mənfi olacaq. Ona görə belə yazıram. X oxuna görə. Amma təcilin, bir saniyə, təcilin modulu deyir. Modul dediyinə görə işarənin önəmi olmayacaq. Normal A-nı tapanda A bərabərdir. F dartı çıxılsın F sürtünmə bölə Y. Dartının yerinə 30, sürtünmənin yerinə tapdıq 20 bölünsün 4. 30-dan 20 çıxdıq. Deməli verdi 10, 10 da 4-ə böləndə 2,5. Təcil müsbətdir. Cavab B variantıdır. Əgər modul deməsəydi, A variantı götürərdik. Çünki proyeksiya X oxunun əksinədir. 52. İpə bağlamış cisim şaqül müstəvidə bərabər sürətlə fırladılır. İp hansı nöqtədə qırılarsa, cisim şaqül istiqamətdə yuxarı hərəkət edər. Bu da əslində qalsa qəbul sualının bir bənzəridir. Ümumiyyətlə bilirəm ki, deməli, çevrədə sürət toxunan istiqamətdə yönəlir. Sürət istiqamətinə görə burada V belədir. Bir nöqtəsində sağadır, 2-də aşağıdır, 3-də soladır, 4-də də toxunan şəkildədir. Sürət yuxarı yönələr deyir, bu 5-dədir. Burada Hmax-ı tapanda Hmax bərabərdir V0-ın kvadratı bölü 2C ilə gedərik. V0-ın da yerinə V0 bərabərdir 2pi Rn yazsaq, yazarıq 4pi kvadratı, R kvadratı, N kvadratı bölü 2C. Və yaxud V0-ı, yəni şaquli yuxarı atılma sürətin 2pi r böl t ilə də ya da V bərabərdir omega r ilə də tapa bilərik. İp harda qırılırsa, oradan da həmin sürətlə yuxarı atılır. 53. Radioaktiv element nüvələrinin sayı 6 sutqa ərzində 4 dəfə azalır. 4 dəfə azalırsa, çevrilmə qanunu düsturunu yazsaq, n bərabərdir n0 vuraq 2 üstü mənfi t böl t, bu da bərabərdir n0 bölünsün 4-ə. Hər tərəfdən n0 apardım. Buradan yazıram 2 üstü mənfi 6 bölünsün t bərabərdir 2 üstü mənfi 2. Mənfi 2-ni hardan aldım? Burada 4-də 1-dən. Və 6 bölünsün t bərabərdir 2-dir. Deməli t bərabərdir 3. Yarım parçalma periodu 3-dür. Period 3-dürsə 12 sutkada neçə dəfə azalar? Bunu tapmaq üçün n bərabərdir n0 vurulsun 2 üstü mənfi
12 bölünsün 3. Bu da bərabərdir. N0 bölünsün 2 üstü 12'yi 3'e böləndə 4. Yəni N0 bölü 16. 12 sutkada 16 dəfə azalar. 54. Cismin sürətinin modulun zamanlastıq qrafikə verilmişdir. Kinetik enerjinin dəyişməsi üçün hansı ifadələr doğrudur? Deməli, delta Y kinetik bərabərdir A-dır. Yeyinləşən hərəkətdə kinetik artır, yavaşlayan hərəkətdə isə azalır. Məsələn, burada delta Y kinetik kiçikdir sıfırdan. Ona görə bir hissəsində kinetik enerjinin dəyişməsi mənfidir, bu doğrudur. 3 hissəsində kinetik enerjinin dəyişməsi müsbətdir, bu doğrudur. 2 hissəsində dəyişmə sıfırdır, bu da doğrudur. Cavab 1, 3, 4'dür. Yeyinləşəndə iş müsbətdir, kinetik enerji dəyişməsi də müsbət olur. Yavaşlayanda iş mənfidir, kinetik enerji dəyişməsi də mənfi olur. Bərabər sürətlidə isə kinetik enerji dəyişmir, çünki iş görülmür. 55. Tezliyi 6 MHz olan elektromagnet dalğası sındırma əmsalı 2.5 olan mühitə keçdikdə dalğa uzunluğu metrlə hesablayın. Mühitdə dalğa uzunluğunu tapmaq istəyirəmsə, öncə mühitdə sürətini tapım. Deməli, V bərabərdir S böl N olduğuna görə, çünki dalğa bir mühitdən başqasına keçirsə sürəti dəyişir. Burada da vakuumla mühitə keçdiyinə görə 3 bölünsün 2,5 vurulsun 10 üstü 8'dir. Bunu hələ ki belə də saxlayayım. Sonra V bərabərdir lambda nə olduğuna görə mən buradan lambdanı tapıramsa, lambda bərabərdir. Deməli, V bölünsün nüdür. Kəmiyyətləri yerinə qoysam. 3 bölünsün 2,5 vuraq 10 üstü 8. Aşağıda isə 6 vurulsun 10 üstü deməli 6'dır. Buradan 10 üstü 6 ilə 10 üstü 8'e apardım. Burada qaldı 100. 3 ilə bunu apardım. Məxrəcdə qaldı 2. 2-ni 2,5'ə vuranda 5 eləyir. Yuxarıda da 100. 100'ü 5'ə böləndə cavab olur 20. Dalğa uzunluğu 20 metrdir. 56. İntensivliyi 3,6 kW bölünsün metr olan bir cins elektrik sahəsində qüvvə xətlərinin əksi istiqamətində 6 vuraq 10 üstü burada 5'dir deyəsən. Bir saniyə mən sualın digər şəklinə baxım görüm 5'dir yoxsa 8'dir sürətin üzərindəki. Yenə şəkildən də tam anlaya bilmədim, amma təqribi 5 götürürəm. Yəni 5'ə görə əldə edəcəm. Deyir ki, sürətlə daxil olub proton dayanana kimi neçə metr yol gedər? Deməli, proton tormoz yolunu soruşur bizdən. Biz də tormoz yolunun düsturunu yazanda S tormoz bərabərdir. V sıfırın kvadratı bölünsün 2A'dır. Burada tormozlayan elektrik sayısı olduğuna görə, çünki elektrik sahəsindən qüvvə xətlərinin əksinə daxil olur. Bunu yazıram. V sıfırın kvadratı bölünsün 2A'nın yerinə Q'ye bölünsün M. Deməli, burada Q bölünsün M verilib, Y də verilib. V0 6 vuraq 10 üstü 5'dir. Kvadratın olduğu kimi yazıram. 36 vurulsun 10 üstü 10. Aşağıda 2 vurulsun. Q'nun yerinə 10 üstü 7. Y'nin yerinə isə 3,6 vuraq 10 üstü 3. Çünki burada verilib kiloyla. Deməli, öncə 3,6'nı bölürəm 36'nı bölürəm 3,6'ya, bu verir 10. Yəni 10 üstü 11'dir. Sonra 10 üstü 3, 7, 10 üstü 10'dan 7. Yuxarıda qaldı 10 bölünsün 2. Cavab oldu 5 metr. Yəni, yenə qeyd edirəm, burada rəqəmlər əgər fərqli olarsa, biraz sual fərqli ola bilər. Amma ümumi tormoz yolunun düsturunu istifadə edirik. V0-ın kvadrat bölək 2A, A-nın yerinə Q-yə bölək M qoyduq. Çünki elektrik sahəsidir. 57. Düzxətli cəryan naqil maqnit sahəsi, deməli, cəryan naqil maqnit sahəsi yaradır. Verilmiş nöqtədə maqnit sahəsinin induksiya vektorunun istiqaməti üçün uyğunluğu müəyyən edin. Burada sağ yönlü burğu qaydası işlədirik və baş barmağı cəryan istiqamətində bizdən şəkilə tərəf tutanda 4 barmaq saat əqrəb istiqamətində dönür. Ona görə A nöqtəsində induksiya sağadır, B nöqtəsində induksiya aşağıdır, C nöqtəsində isə soladır. Deməli, A nöqtəsində sağ tərəfə yönəlir, bura A gedir. B nöqtəsində aşağı yönəlir, bura C gedir. C nöqtəsində sola yönəlir, bu da B-dir. Və xatırladım ki, hansı formada olur olsun, naqildən uzaqlaşdıqca induksiya azalır. İnduksiyaya aid bu tip bir sual da gələ bilər. Təsəvvürləyin ki, bu birinci naqilimizdir. Bu da ikinci naqilimizdir və A nöqtəsində yekun induksiyanı istəyər. Belə sualları həll edəndə öncə bunun ətrafında çevrələr keçirəsiniz. Birincidə saat əqrəbi istiqamətində olduğuna görə toxunan düşür bu tərəfə. Bu B1'dir. İkincinin çevrəsini keçirəndə
Burada saat əqrəbin nəticisi olduğuna görə bunda toxunan düşür bu tərəfə B2, yekun indüksiya düşür bunların ortasından. Yekun B belədir. Və kompas əqrəbi çəkəsi olsaq burada B aşağıdırsa, kompas əqrəbin buna paralel çəkirik. Sadəcə oxun istiqamətindən də burada sıyacırıq. Çünki kompas əqrəbi dipol kimi sahədə əksinə dönür. Çatdıq yazı tipli suallara. K çarını bir vəziyyətdən iki vəziyyətinə keçirdikdə dəyişən cəryan dövrəsinə qoşulmuş ampermetrin göstəricisi necə dəyişər? Sarğacın aktiv müqaviməti nəzərə alınmır. Müqavimət üstünü yazmaqla cavabınızı əsaslandırın. Deməli, burada yalnız sarğac qoşulan dövrədir. Birinci halda XL 1 bərabərdir, omega L'dir. XL 2 bərabərdir, omega vurulsun 2L'dir. Açar bir haldan iki halına keçəndə XL 2 dəfə artır. Bu səbəbdən I bərabərdir. U bölünsün XL düsturuna görə ampermetrin göstərişi 2 dəfə azalır. Yəni izahın belə yazarsınız ki, dəyişən cərəyan dövrəsinə yalnız sarğac qoşulub və induktiv müqavimət bu düsturla tapılır, omega L düsturu ilə. Birdən 2-yə keçəndə L 2 dəfə artdığına görə müqavimət 2 dəfə artır. Müqavimət 2 dəfə artırsa cəryan şiddəti, yəni ampermetrin göstərişi 2 dəfə azalır. Bunu da U bölünsün omega L kimi saxlayıram. 59. Çəkisiz çubuq üfüqi vəziyyətdə tarazlıqda olduqda yükün kütləsini və deməli ipin gərilmə qüvvəsini hesablayın. Çəkisiz çubuqdur. Çubuğun çəkisi nəzərə alınmır. Sol tərəfdən 24 kiloqram asılıb, sağ tərəfdən M2. Onda biz burada öncə tarazlıq halını yazıram. Deməli M1J vurulsun 2, çünki qolu 2 damadır, bərabərdir. M2J vurulsun 1, 2, 3, 4, 5, 6-ya. Hər tərəfdən J-ləri ixtisar elədim. Buradan M2-ni tapanda M2 bərabərdir. 2 vurulsun 24 bölünsün 6. 24-ü 6-ya böləndə bu 4, 2 dəfə 4-üm də 8. Deməli M2 8 kiloqramdır. Əslində qolu 3 dəfə az olduğuna görə, deməli, daha doğrusu qolu M2-nin qolu 3 dəfə çox olduğuna görə kütləsi də 3 dəfə az olacaq. Çünki buranın qolu 2-dir, buranın qolu 6-dır. Gərilmə qüvvəsini tapanda buradakı MJ-lərin cəmini tapacağam. Ona görə T bərabərdir. M1J üstəgəl M2J-dir. Yəni 240 üstəgəl 80. 240 ilə 80-də toplamda 320 Newton. Çünki T gərilmə qüvvəsi aşağı çəkən MJ-lərin cəmidir. Yəni M1J ilə M2J-nin cəminə bərabərdir. Əslində bu sualı bura yerləşdirməkləri çox yaxşı olub. Çünki birinci qəbulda bu sualı səhv hesaplayan çox olmuşdu. Necə səhv hesablamışlar? Məsələn, deyək ki, 24 ilə 8-i toplayıb 32 yaza bilərsiniz. Amma elə bir şey yoxdur. Və qollar da nəzərə alınmır. Məsələn, kimsə 24-ü 2-yə vurub, 32-ni də 32 yox, 80-i də 6-ya vurub toplaya bilər. Belə bir şey də deyil. Gərilmə qüvvəsi aşağı çəkən qüvvələrlə yuxarı çəkən qüvvələrin cəmidir. Yəni ümumiyyətcə tarazlıq halında, daha doğrusu gərilmə qüvvəsi aşağı çəkən qüvvələrin cəmidir. Ya da tarazlıq halında belə bir şey yaza bilərəm. T bərabərdir M1J üstəgəl M2J-yə. Biri 320, biri 80'dir. Daha doğrusu biri 240, biri 80'dir. Toplayanda 320 edir. 60. Cisim Fox məsafəsi 40 cm olan çökük güzgüdə 2F məsafədə yerləşdirilmişdir. Bu cismin xəyalı güzgünün qütb nöqtəsindən neçə metr məsafədə alınır? Burada deməli D bərabərdir. Daha doğrusu Fox məsafəsi verilib. F bərabərdir 40 cm. Bu da bərabərdir 0,4 metr. D bərabərdir 2F. O da bərabərdir 0,8. Burada çökük güzgün düsturunu işlətsək 1 bölü F bərabərdir 1 bölü D üstəgəl 1 bölünsün F-dır. Buradan 1 bölünsün F bərabərdir 1 bölü F çıxılsın 1 bölü D. Yəni əgər mən xəyal məsafəsini tapsam, xəyal hardan alınır? F bərabərdir F-də bölünsün D çıxılsın F. Kəmiyyətləri yerinə qoyuram. 0,8 vurulsun 0,4 aşağıda da bölünsün 0,4. 0,4'lər ixtisar edir. Cavab olur 0,8. Ümumiyyətcə 2 qat Fox'da yerləşən cismin xəyalı da elə 2 qat Fox nöqtəsində alınır. Birinci qəbulda da çökük güzgüdə xəyalın qurulmasına aid sual düşmüşdü. Burada da eyni bir xəyal qurulmasını çəkəcəm burada. Suala uyğun olanı. Çökük güzgü segmentin içərisindən, yəni sferanın içərisindən şüaları qaytaran güzgüdür. Bu təpə nöqtəsidir və yaxud da ki qütb nöqtəsi də deyə bilərik. Bu Fox nöqtəsi olsun. Bu da 2F nöqtəsi. Yəni əyrilik radiusu. Çünki çökük güzgüdə 2F əyrilik radiusuna bərabərdir.
Burada bir cisim yerləşirsə, cismin xəyalını qurmaq üçün öncə paralel şüa göndərirəm. Paralel şüa qayıdır və fokusdan keçir. Sonra ikinci şüanı göndərirəm güzgünün təpə nöqtəsinə. Bu şüa necə gedirsə elə də qayıdır. Burada kəsişmə gəlib tam burada alınmalıdır. Xəyal özü boyda olmalıdır. Sonra üçüncü şuanı da istəsəz göndərə bilərsiniz. Üçüncü şua göndərməyiniz vacib deyil, amma göndərə bilərsiniz. Fokusdan keçib güzgü üzərinə düşür. Bu da paralel qayıdır. Üçünün kəsişməsində xəyal alınır. Xəyal ilə 2F nöqtəsində həqiqi özü boyda və tərsinə alınır. Bizdən də xəyal məsafəsini soruşur. Çünki deyir ki, neçə metr məsafədə alınır? Xəyal alınır qütb nöqtəsindən 0,8 metr məsafədə. Beləcə yeni abituriyent kurslarının keçirdiyi sınağın izahını yekunlaşdırıram. Burada ümumi 30 sual izah olundu. Suallar qəbula uyğun və qəbula düşən sualların bənzərləridir belə deyim. İkinci qəbul üçün bunu işləmək sizin üçün faydalı olar. Hər birinizə uğurlar arz edirəm. Sağ olun. Növbəti videolarda görüşənə qədər.